Salam əziz abituriyentlər, qaldığımız yerdən davam edirik. 155-ci suala baxırıq. Klaviaturanın daxil edilmiş hərf və rəqəm simvollarını ibarət sətirdə hərf simvollarını öz indeksləri ilə əvəz etmək deyilir. Yəni, görək nə var burada. Hərf və rəqəm simvollarını ibarət sətirdə. Tutalım ki, bir sətir daxil edirəm. A bərabərdir. Tutalım S 5 4 F. Belə bir sətir daxil edirəm. Deyilir ki, burada hərf simvollarının öz indeksləri 0, 1, 2, 3 nömrələyirik. Hərf simvolu S. Gəlir görürüksə ki, bu hərfdir. Onda bu S-i sıfırla nə etsin? Əvəz etsin. Gəlir gör rəqəmdə olduğu kimi qalır. Gəlir gör rəqəmdə olduğu kimi qalır. F hərfdir 3. İndeks ilə nömrələnsin. Bu formada bu davam etsin. Demək biz bu sətrə nə edəcək? Bir-bir müraciət edəcək və əgərləri deyəcək ki, bu hərfdirsə, izaifadsa, onda onu nədir? İndeks nömrəsi ilə əvəz edir. Keçək Visual Studio. A bərabərdir input. Klaviaturadan input. Sətrimizi daxil edirik. Sonra gəlirik bu sətriyə. Range len A. Len A. Baxandan sonra gəlib deyirəm ki, əgərlərim A, I, S, iPhone hərfdirsə, onda çap eləginə nəyi? Onun indeks nömrəsini end yazıram ki, yanaşı yazılsın və aşağı sətrə düşməsin. Else onda özünü çap eləsin. Yəni rəqəmdirsə, onu özünü çap etsin. Gələk baxaq. Misal üçün S4 D5. Gördüğünüz gibi S0 4 olduğu kimi qaldı. D'nin nömrəsi 0, 1, 2. Bu da 5 olarak qaldı. Eğer hərfdirsə nə olsun? İndeks nömrəsini çap etsin. Əgərləri hərf değilsə, onda nə etsin? Özünü çap etsin və yanaşı yazsın. Keçirik növbəti suala. Elektronika mağazasında ilk 6 ay burası. İlk 6 ay ərzində satılan printerlərin sayı klaviaturadan aylar üzrə daxil edilir. İlk aylar. Yəni yanvar, fevral, mart, aprel, may, iyul. 6 ayımızı daxil edəcək. Sonra deyir ki, əgər cari il ərzində hər hansı ayda olan satış miqdarı özündən əvvəlki və özündən sonraki aydan yüksəkdir. Misal üçün, özün 30 yazıram. Özündən əvvəlki tutalım ki 27'dir. Özündən sonraki yüksəkdirsə tutalım 20'dir. Özündən əvvəlkindən də özündən sonrakindən da yüksəkdirsə həmin ayı və
uğurlu hesab olunur və uğurlu ayın adı və həmin ayda olan satış miqdarı çap edilsin. Tutalım ki, bu hansı aydır? Yanvar, fevral. Çıxacaq fevral neçə 30. Bu formada davam edəcək. İndi özündən əvvəlki deyirsə, özündən əvvəlki nədir? Sıfırıncı ay, tutalım bu birinci ay, bu da ikinci ay. Demək, mən 30-u müqayisə eləyəcəm özündən əvvəlki ilə və özündən sonraki ilə. Demək, özündən əvvəlki ilə müqayisə eləyəndə çıxacam, özündən sonraki ilə müqayisə eləyəndə toplayacam. Gəlin baxaq. Yenə aylar bərabərdir. Aylarımızı daxil edək. Yanvar, fevral, bunun içərisində var, re, var, re, aylarımızı daxil edəndən sonra bizə satış lazımdır. Satışa gəlib yazıram. List edək. Sonra map funksiyası metodunu çağırırıq. Sonra int input klaviaturada daxil edirik və split edək. Split edək. Demək, klaviaturadan ədədimizi daxil edəcək. Map funksiyasından bir splitdən böldük və listə daxil etmiş olduq. Sonra gəlirik bir listə müraciət edirik. For in range birinci aydan sonuncu aya qədər. Sonuncu aya kimi, sonuncu satışa kimi. Lens satışımız çalmış 1. Müraciət edəndən sonra deyirəm ki, əgərləri satış birinci yazmayın, yaz. Böyükdürsə satış minus 1. Buradan aldıq ki, nədir bu? Birinci ay, birinci böyükdürsə sıfırıncıdan və saat birinci böyükdürsə ikinciden üstə gələk. Onda ne olsun? Burada bakın. İyi birdir. Bir büyükse burada bir de geometrezini sef koymuşum. Büyükse sıfırıncıdan, bir büyükse ikinciden, onda gelsin, çap etsin, print, aylar, virgül saat, bir de yazış olması lazım. Şöyle çalıştıra bakalım.
Aha, burada ne derdim? Neçə? 20, 30, 25. 20, 20, 30, 25, 30, 40, 35. 30, 40, 35. Bakın 30 20'den nedir? Büyüktü. 25'ten de büyüdü. Demek fevral 30 çıkartmalıdır. 25 30'dan büyüktür. Çıkmayacak. 30 25'ten büyüktür ancak 40'dan küçükdür. 40 30'dan da büyük, 35'ten de büyük. Gəlin baxaq. Fevral 30, may 40. Gəlin baxalım. Fevral 30, may. Bu formada nədir? Proqramımızı yazmış olduq. Keçək növbəti sualımıza. Növbəti sualımıza deyir ki, klaviaturadan daxil edilmiş iki kiçik bərabərdir A-ya, o da kiçikdir B şərti ödəyən və A və B natural adları üçün A, B parçasından bütün sadə adları çapılır. Yəni 10 ilə 20 arasında parçasında nədir? Sadə ədədləri çap edən bir proqram yazacaq. Sadə ədədlər də 1-ə və özünə bölünən ədədlərdir. Əgərləri 2-dən çox böləni varsa, bu nədir? Mürəkkəb ədəd sayılır. Gərək bunu funksiya ilə yazsa daha sadə olar. A bərabərdir int input ədədimizi daxil edirik. Sonra B bərabərdir int input ədədimizi daxil etdik. Sonra gəlib deyirik ki, for in range A üstə gələk 1-dən nəyə kimi? B-yə qədər. B-yə qədər neylə? Əgərləri sadə x onda neyt sadə x yok. Burada i. Sadedirsə bir dəqiqə sualı verir baxın. Onda çap eləyəcəksən nəyi? Elə i-ni. Demək mən bu funksiyamı götürürəm, gedirəm yuxarıya. Gəlib yazıram. Def sadə ne bileyim x. Sonra gəlib yenə də bir baxacağım. For in range 2'dən daxil olsun. X-a kimi 2'dən X-a kimi i əgərləri X-in i-yə bölünməsindən alınan qalıq sıfırdırsa, onda return eləsin nəyi? False yoxsa return etsin nəyi? True. Ona biraz çekelim yukarı çalıştıralım. 10, 20 arasında bakılır ki 11, 13, 17, 19. Hatta bunu biz bu formada da yazabiliriz.
Hatta bunu burada true false'ında değil. Biz bunu bu formada da yazabiliriz. Bunu alırım tırnağın içerisine. Ee, bu isteme olduğu için koyuyorsun. Sonra gene bir yazılı buradan ne? Üzülürsem gelip deyirəm ki, əgər sadə i bərabərdirsə sıfıra, onda nə etsin? Print i. Print i. Gəlir yenə də funksiyaya müraciət edirəm. Sadə x sadə x bir dənə k bərabərdir. Sıfır verdim. Sonra deyirəm for in range yenə də 2-dən x-a qədər davam etsin və əgərləri x faiz i'yə böləndə bərabərdirsə sıfıra, onda nə etsin? K bərabərdir k plus 1 yazaq və return neydi? K eləyək. Return Kanda kaldırır yukarı çalıştırılır. 10, 20. Gördüğünüz gibi 11, 13, 17, 19. Yani ne demeydi bu? Burada biz bölürük. Eğerleri qalığı sıfıra bölür. Misal üçün gəlirəm buradan bir ədəd götürürəm. A plus 1. Onunla 20 arasındadır. I misal üçün nədir? 11. 11'i götürdüm, çıktım yukarıya. 11 x'im oldu 11. 11 bölünmüş 2 beraberdir mi sıfıra? Yok. 11 bölünmüş 3 beraberdir mi sıfıra? Yani qaldı o sütünküdür. 11'in 4'e bölünmesine alınan qalıq sıfıra beraberdir mi? Yok. Bu her zaman bana qaytaracaq. Hepsini qaytara bilməyəcək. Ona görə false burada işləməyəcək. Nə işləyəcək? Gələcək true işləyəcək. Bu da gələcək deyəcək ki, sadədirmi? Deyəcək hə və print həmin 11'i çıxardacaq. Sonra gəlirik burada. Burada da yenə həmin işi yerini icra edəcək. Sadəcə burada əyərləri, bölənləri varsa k-nın sayını artıracaq. Əyərləri burada sıfıra beraber olmazsa onda ne olacak? Tamların özünü çıxartmış olacaq. Həmin sadə ədədləri çıxartmış olacaq. Yaxşı, keçək növbəti suala, 158-ci suala. 158-ci sualda deyir ki, klaviaturadan daxil edən sətirdə olan rəqəmlərin cəmini çap edən proqram. Yenə də rəqəmlər deyir. Yəni biz belə bir sətir verilir. Bu sətirdə bir müraciət edirik.
Müraciət edirik və baxırıq, müxtəlif baxırıq ki, simvollar var. Bizə lazımdır nə? Rəqəm simvolları. Rəqəm simvollarını görəndə nə eləyəcək? Onların cəmini çap eləyəcək. Yəni, belə bir sətr daxil edəcək və ya 0-la deyəcək 9-un arasında, ya da deyirik ki, əgər rəqəmsə, rəqəm sözün dedik ki, metoddan istifadə edirik, izdigitdən istifadə edə bilərik. Gəlirik növbəti sualımıza. E, 58. S bərabərdir. Ədədimiz cəm vardı. N bərabərdir. Input daxil etdik. Hər hansı bir sətrimizi daxil etdik. Cəmləmək üçün S bərabərdir. Sıfırımızı daxil edirik və gəlirik. Ne edirik? Bir müraciət edirik həmin sətrimizə. Həmin sətrə müraciət edirik. Və gəlib deyirik ki, əgərləri rəqəmdirsə, istigit onda nə et? S bərabərdir S plus int i. Niyə görə int yazır? Çünki biz buradan daxil etdiyimiz sətir tipindədir. Rəqəm olaraq onu cəmləyə bilməz yoxsa. Prim S Bakın daxil D səgər 5 S ulduz 4 C5. Bizə nəyi verdi? Onu verdi. Şərtimizi biz başqa cürdə yaza bilərdik. Rəqəm simvollarını yuxarıdan daxil edərdik və yaxud da deyərdik 0-la 9-un arasında. Ancaq mənə elə gəlir ki, bu format daha rahat və əlverişlidir. Keçirik növbəti sualımıza. Klaviaturada daxil edilmiş çox rəqəmin natural ədədlər içərisində ən kiçik rəqəmi ən böyük rəqəminin cəminin tək və cüt olduğunu çap edir. Demək, belə bir sətir veriləcək. Daxil edilmiş çox rəqəmi natural ədəd. Natural ədəd veriləcək və biz bunların ən kiçik və ən böyüyü daxil edərik bir siyahıya, misal üçün A siyahısına daxil edirik bunların hər bir rəqəmin. Sonra deyirik ki, bu siyahıda maksı, maks tutalım A, üstə gələk minimum A-nın tək və cüt olmağı, tam ki, bunu da mənimsədirəm bir C-yə. Tək və cüt olmağı da biz neylə bilirik? Tam sayının 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, bu nədir? Cütdür. Cüt və ya tək olmağı tapa bilərik. Gələk. Gəlirik n bərabərdir int input ədədimizi daxil edirik. Sonra bu ədədi bir sətir tipinə çevirək. Tutalım ki, nə bilim, A bərabərdir sətir n. N daxil edirik. Bir də boş bir siyahı yaradırıq ki, ədədin rəqəmləri nə edəcək? Daxil edəcək. Həmin siyah for in A həmin sətrə müraciət elədikcə və upon nəyi? İynə. İləri əlavə etkinən həmin nədir? Boş siyahıya. Boş siyahı edəndən sonra tam gəlib yazam C bərabərdir.
Max A'nın adı gibi. Beyni üzerine gelen minimum neyi? A. Beynin. Minimum beyni. Gelenden sonra gel diyelim ki egerleri S'nin ikiye bölünmesinden alınan qalık sıfıra beraberdirse onda print et neyi? Cüt. Cüt. Else else. Onda print etkinen neyi? Tek. Tek. Çalıştıraq indi. Çalıştıraq. Burada baxaq. Özümüzdən bir rəqəm verək. Heç olmaz. 5, 8, 9, 4, 2 bilmiyorum. Aha. Hə. Burada nə deyəcək? Yəqin ki, string olduğunu göstərəcək mənə. Ona görə də biz deyəcəyik. Bir dəqiqə. Mən yaxşı olar ki, B append int i yazım. Int i. Həmin daxil etdiklərimi tam tipdə oraya daxil etsin. Benim daha düzgün allar. Tam ki 5, 8, 7. Evet. Alpinit nedir? Ha, yerlerse mütereza koymuşum dikkatsizlik. Müterezanın Ahmet'ten sonra Osmanlı'ya tarafı burada da bulunuyordu. Saçım aynı yerden atmıştım. Görürsek. Yine gelir bakalım. Maksı bunun 8, minimumu da 1. Cəmləyəndə eləyir 9. 9-un 2-yə bölünməsi alınan qalıq sıfıra bərabərdir. Ona görə nə oldu? Təkiyi çıxartmış oldu. Sağ olun. Gələn dərslərdə inşallah görüşərək. Ümid edirəm ki, videolarımız sizin üçün yararlı olur.